Salam hörmətli izləyicilər, bugün sizə buraxılış sınağının 11-ci sinif üçün olan bir sual izahını vermək istəyirəm. Maraqlı bir sualdır, həm də asandır. Daha tez necə işləmək olar ona baxaq. Hansı cümlədə ədəbi dilin heç bir norması pozulmamışdır? Bilirik ki, uşaqlar, ədəbi dilin 3 norması var. Fonetik, leksik, qrammatik. Bizdə bunu növünü soruşmur, sadəcə deyirik ki, heç birisi pozulmasın. A bəndi, o insan xoşbəxtdir ki, baxın burada nə olmalıdır uşaqlar? Ki bağlayıcı olduğu üçün özündən sonra vergül olmalıdır. Heç ardına baxmasaq da burada norma pozulub. Bir bəndi, hamı Şuşa şəhərinin azad olunduğunu eşidib sevinirdilər. Baxın, hamı sözü çoxluq bildirsə də təkdədir, sevinirdilər cəmdədir. Bu olmalıydı, sevinirdi. Burada norma pozulub, çıxırıq bunda. Adam var ki, çörək tapmaz dünyada. Adam var ki, dünyada çörək tapmaz kimi olmalıydı. Yəni, söz sırası burada pozulub, ona görə C variantına çıxırıq. Zərdüştlük dini eradan əvvəl 7-ci, baxın, burada Rom rəqəmindən sonra şəkilçi olarmı? Xeyr, ona görə D variantında çıxırıq, norma pozulmuşdur. Y bəndinə baxaq, təbii fəlakətlərə qarşı xilas etmə orqanlarının həyata keçirdiyi tədbirlər insan itkilərinin maddi zərərlərin həcmini aşağı salır. Burada biz heç bir norma pozuntusu görmürük. Deməli, cavabımız oldu Y bəndi. Əgər faydalı oldusa, dostlarınızla paylaşmayı, videomu bəyənməyi unutmayın. Sağ olun.